Kürdəmir rayonunda dəmir yolunun əsaslı təmiri nəticəsində Bakı sürət qatarının platformaları Kürdəmirdə də yekunlaşmaq üzrədir və Kürdəmirdə artıq bu sürət qatarının dayanması mümkün olacaq. Bu da öz növbəsində 120 minə qədər əhalinin bu qatardan tam təhlükəsiz şəkildə istifadəsinə zəmin yaradacaq. Biz bunu İsmim Şahin Rüstəmoğlu, Kürdəmir rayon sakini. Şahin müəllim, Kürdəmir rayonunda bu sürət qatarının açılması ilə bağlı siz də öz fikirlərinizi bildirin. Bax bu sürət qatarı Kürdəmir başqa da belə deyək də, qatar ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır. Biz də buna tələbəçilik vaxtı bundan istifadə edirdik. Müntəzəm olaraq gedirdik, gediş gəlişin təşkil olunması ilə bağlı. Qatar ən yaxşı minik vasitəsidir belə deyək. Bakıya başqa rayonlar girib gəlmək yaxşı idi. Hasan idi o vaxtda. Son zamanlar 7-8 il idi ki, qatar Kürdəmirdə dayanmırdı. İndi bugünkü gündə kim onun təşəbbüsü ilə sürübsə, öz adımızdan, rayon sakinləri adından minnətdarlıq edirəm. Bu 120 minlik əhali üçün böyük bir müjdə oldu. Çox sevinirik, bəyəniləsidir. Bu problem də həll olundusa, qaldı keçid məntəqəsi, Kürdəmirdə keçid məntəqəsi, bir keçid məntəqəsi var Kürdəmirdə girişində, dəmir yolunda keçid məntəqəsi. O da açılsa, lap üstə biraz da sevinərik. Minnətdarlıq edirik. Çox sağ olun ki, belə təşəbbüs bugünkü gündə bu açılış olur. Əvvəl Hamiyev Gündüz Kamiloğlu. Gündüz bəy, bu Kürdəmir rayonunda dəmir yolunun yenidən belə desək istifadəsi sizlər üçün nə vəd edir? Bir hisslərinizi rayon sakini olaraq siz Gözəldir, sağ olsun icra başçımız, sağ olsun prezidentimiz belə şərait yaradır. Bütün Ağsu, Kürdəmir hamısı buradan Bakı, Qavala hər yerə geçəcəklər. Allah onlara can sağlığı versin, ömür uzun versin. Başçımıza da. bir rayon sakini olaraq əvvəllər bildiyimiz qədər qatarların istifadəsindən yararlana bilmirdiniz və onda hansı belə desək çətinliklər çəkirdiniz? Çətinlik deyəndə gedirdik avtobusdan çıxıb gedirdik Bakıya, ora bura gəzməyə. İndi can sağlığı, rahatçılıqdır. Allah can sağlığı versin prezidentə də, başçımıza da, sizə. Sağ olun, xoş gördük. Özünüzü təqdim edin. Sadıqov Rafael Əli İsmailoğlu. Rafael bəy, sürət qatarı bildiyimiz kimi artıq Kürdəmirdə də dayanacaq və rayon sakinləri bu gediş gəlişi daha rahat şəkildə həyata keçiriləcək. Bununla bağlı siz də öz fikirlərinizi bildirin. Çox gözəl, çox yaxşı, çox əla. Allah başımızla canını sağ eləsin. Təzə başçımız gəlib, Elşən müəllim özü gələn ki bu işlərə başladı. Allah kömək olsun ki belə işi qurdu, yaratdı. Bu çoxdan olmalıydı. İndi şükür Allah'ın yaxşıdır. İndi hamı rahat minib qoyacaq vaqona, qatara. Bakıya rahat gəlib gələcək. Çox yaxşı, çox gözəl. Əvvəllər bu sürət qatarının buradan keçməsi ilə bağlı yəqin ki istifadə edə bilmirdiniz. Hansı çətinliklər yaşayırdınız? Gedirdik ora, maşını gözlüyorduk. Adam var gec gedib çatırdı Bakıya, gedib çıxa bilmirdi. İndi ondan yaxşı olacaq. Tez bir zamanda həmin yerə gedib çatacaq, özü iş yerinə gedib çatacaq. Bu yaxşı.